Əziz qardaşlar, bir məsələni qeyd edim, yadda saxlayın. Alimlər nususa baxandan sonra, yəni Quran və sünnəyə baxandan sonra deyiblər ki, məsələn, deyən alimlərdən biri İmam İbn Qeym Rahiməhullah bir neçə kitabında deyir bunu. İnsanın xəlvətdə etdiyi itaət, yəni heç kimin görmədiyi yerdə, xəlvətdə, özü ilə Rəbbi arasında, xəlvətdə etdiyi ibadət onun imanda sabit qalması üçün ən böyük səbəbdir. Yəni, hidayət nemətində sabit qalmaq üçün ən böyük səbəblərdən biri xəlvətdə edilən ibadətdir. Həmçinin, əziz qardaşlar, bunu çevirin əksinə. İnsanın imanda geriləməsinə, hidayət yolundan uzaqlaşmasına ən böyük səbəblərdən biri xəlvətdə edilən asilikdir. Təklikdə olanda edilən günahlardır, asilik. Birinci olduğu kimi, ikinci də bu cürdür. Necə itaətdir, elə də asilikdir. İndi diqqət edin. Dedik ki, xəlvətdə edilən günahlar, asiliklər. İnsanın iman nemətində, hidayət nemətində geriləməsinə ən böyük səbəblərdən biridir. Bunu bildik. Alimlər deyirlər ki, müasir zamanda xəlvətdə edilən günaha daxildir nə? Xəlvətdə edilən günahların növlərindən biri də, məsələn, sən yolda kiminsə maşınını vurmusan, yaxud az da olsa cızmısan, keçmisən və heç kimin xəbəri yoxdur bundan. Yəni, maşının sahibinin, yiyəsinin xəbəri yoxdur. Sən onun maşını cızmısan, yaxud vurmusan, az da olsa əzmisən, getmisən, sahibinin xəbəri yoxdur, qaçmısan. Alimlər deyirlər ki, bu xəlvətdə edilən asiliyin növündəndir. Ona görə belə şeylərə yüngül baxmaq olmaz, yüngül baxma, adi baxma. Xəlvətdə edilən günaha aid olduğu üçün məsələ təhlükəlidir, ciddidir. Allahdan qorxmaq lazımdır.